Bilmirsən ki, uşağın kimdəndir? Şok açıqlama. Əməkdar artist Elnarə Abdullayeva qalmaqallı açıqlamalar verib. Milli Az xəbər verir ki, sənətçi efirləri sərt şəkildə tənqid edib. Çıxıb danışırsan, sonra sosial şəbəkələrdə yazırlar ki, bu da belə danışır. Nə edək, əxlaqsızlığı təbliğ edək? Cəmaət övladları ilə televiziya izləyir. Nə qədər sosial şəbəkələr olsa da, televiziyada nə desən, xalq onu qəbul edəcək. Əksəriyyət baxır. Deyirlər ki, TikTokda tanındı. Tanınmısansa, televiziyaya niyə çıxırsan? Televiziyanın aliliyi var. Televiziyanın rəhbərliyi hər yaşda olan tamaşaçını qorumalı, hər kəsi efirə buraxmamalıdır. Allah dünyasını dəyişən sənətkarlara rəhmət etsin. Biz onların yanında salamdan başqa söz danışa bilməzdik. Bunun övladı var, bilinmir kimdəndir. Belə şey olar. Bunların yiyəsi yoxdur, qardaşı, atası, anası, evi, eli olan bu sözü danışar. Sən bilmirsən uşağın kimdəndir? Nə zibiliyormisənsə efirdə demə, kənarda qalsın. Heç aparıcının da bunu üzə vurmağa ixtiyarı yoxdur. Televiziyaya baxa bilmirəm, əsəb xəstəsi olmuşam. Gəncləri düşünün, Allah haqqı xalq pozulur, musiqi oxundan çıxıb, Azərbaycan xalqı qeyrətli, vicdanlıdır. Necə gəldi danışırlar? Elə oğullarımız, xanımlarımız var ki, belinə tüfəng bağlayar, düşmən qarşısına çıxar. Qadınlarımız belə deyil axı. Elə ikisini çıxarırsınız efirə,